Habibi, come to Dubai, come to Dubai. Habibi, come to Moldova. Salamlar herkese. Yağışlı bir Moldovadan. Bugün hava yağışlıdır. Dünən gəlmişdim. Dünən biraz istirahat elədim. Biraz akşam elə-belə gəzdim. Bugün anonsu başlayıram tam gəzməyə. Gedim görüm haralar var. Yağışlara mane deyil. Fərqi yox, yağış yağsa da olar. Gəzə bilərəm. Yəni yağışda da problem deyil. Albaniyada da mən yağışda gəzmişdim. Heç bir problem olmur. Yəni insanlar şəhərdədir. Yağışın yağma mane törətmir insanlara. Nə də mənə. Getdik. Deməli uşaqlar, Bosniyada və Serbiyada olan yerlərdən burada da var. Çox xoş durumda belə pekarni yerləri. Hazırda yağışdır və yağışda onu alıb yaya getmək mümkün deyil. Başqa qəşəng havalı günlərdə, günəşli günlərin birində alıb yeyəcəm. Səhv eləmirəmsə bura Botanika deyilən bir ərazidə. Amma Belqrad küçəsinə yaxındır. O tərəfdir. Bura əsas yoldur. Bu tərəf aeroporta gedir. Bu tərəfdə şəhərin mərkəzinə gedir. Binadakı dizayna bax. Moldovada binalar köhnədir, görürsünüz, toxunmurlar heç. Əslində belə yaxşıdır da, tarixi qalır. Amma Moldovada zəlzələ olarsa, yəqin ki bu binalar uçar. Bəlkə də çox köhnə binalardır, yaxşı tikilib uçmaz. Orange var, bura nömrə satılan yerdir. Yəni nömrədir da, bizdə misal üçün Azərbaycan Bakteri var, burada Orange var. Bank var, Ektim Bank. Bank var, yəni hər yerə gedirəm, bank çoxdur. Bir də lokal supermarket var. Marketlərdə çox. Qarşıda McDonald's var. Oh my God. Ben 22 nömrə saniyəmizi gözləyirəm və ya 8 nömrə avtobus. Nəzər avtobusu və hər yerə getmişim. Ev yox dedim, gəzməyə gəlmişəm da. Getdim, konu mənə səhv göstərmişdi. Burada mən səhv göstərmişdim. Sonra da oradan gəzə-gəzə elə bir ki 15 dəqiqəlik məsafəyə gəldim. Gəzə-gəzə qayıtdım geri. Moldovada da Albaniya kimidir, Bosniya kimi pulu verirsiniz, belə ortada gəzənlər olur, belə bilet verir, 6 leydir. Belə ala bilərsiniz. Bura Moldovanın təqribi əsas küçələri başlayır, əsas yerləri. Deməli, bu küçədə əsas elə dövlət orqanlarının zadı çoxu burada yerləşir. Bu küçədə elə bu əsas yolda. Mən gördüyüm qədərindən, tam bilmirəm, yalan deyərəm, amma gördüyüm qədərindən çoxu, misal üçün, hansısa daxili və ya xarici İşlər Nazirliyi idi. Və sair digər nazirliklər gördüm ki, burada əsas bu meydanda yerləşirlər. Burada belə şey də var, istiqamətləri göstərir. Velosiped zolaqları var, çox qəşəngdir. Bura səhv eləmirəmsə bank idi, çox yaxşı məzənlə dəyişdilər.
Mayb adlı bir bankın bankamatıdır. Hansı ki Mastercard, Visa və digər American Express sistemlərini qəbul edir. Mənim kartım maaş kartıdır və ölkə xaricində müəyyən limitə qədər komissiyasız nağdlaşdıra bilirəm. Amma bəzi ölkə xarici bankomatlar özləri komissiya tətbiq edir. Görə həqiqətən bu bankomat da tətbiq edəcək. Gözlüyüm pin kodumu yiyorum. Vıdaçını yiyişini. Burada valyutanı seçirsiniz. Moldova, Euro, %. Moldova deyək. Misal üçün 100 Moldova leyi bizim pulundan 1 manat edir. Ona bölürsünüz. 1500 Moldova leyi deyək. Baxın görürsünüz. Komissiya istəyir. 67 Moldova leyi. Təxribi bu da ki edir 6 manat 75 qəpik. Yəni mənim kartım komissiyası olsa belə bankomat özü əlavə komissiya tətbiq edir. Burada yazılıb: При снятии денежных средств с банковской карты, выданной в другой стране, чем Moldova, удерживается комиссия. Bu qədər basit. Yəni ki, bunu bilin. Bura Moldovanın milli teatrıdır. Burada isə proqramlardır deyəsən. 10-21 sentyabr arası hansı proqramlar var. OTP Bank. Burada çox bankların adı çox maraqlıdır. OTP Bank. Ondan sonra biri də var idi. Qəribə bir adı var idi onda. Ora Moldovanın poçtudur. Sky Tower'da arxa yazılıb ora. Bura isə bilmirəm nədir. Deyəsən bələdiyyədir, səhv etmirəmsə. Görürsünüz nə hörmətçildir. Dayandı və mən keçirəm. Burada nəyi bəyənmədim? Çox pis oldum həqiqətən. Armeniya var, deməli yazıblar Ermənistan, Yerevan, amma Azərbaycan yoxdur. Görürsən bunun səbəbi nədir? Nəyə əsasən bu Armeniya var, amma biz yoxuq. Çünki Ankara'da var, Gürcüstan da var. Ha, biz yoxuq. Biz hardayıq görəsən. Bura əsas küçələrdən biridir. Moldovada de facto-nu görə bilərsiniz. Nə gözəldir. Victoria Bank. Bütün bankları göstereceğim size. Yol bizimdir. Bura Moldovanın əsas yerlərindən biridir. Öndə gördüyünüz kiçik tağ, hansı ki baxın, yaxınlaşdırdım bu tağ. Zəfər tağı adlanır. Bunlar səhv eləmirəmsə Triumf tağı deyirlər. 1840-cı ildə Rus qoşunlarının Osmanlı üzərindəki qələbəsinə yad etmək üçün tikilib. Əlavə olaraq
Onun arxasında görünən iri bina isə hökumət evidir. Moldova Respublikasının Nazirlər Kabineti burada yerləşir. Bu bina Sovet dövründə 1960-cı illərdə inşa olunub və hələ də icra hakimiyyətinin əsas mərkəzidir. Yəni təxmin edin bina köhnədir, amma əsas mərkəz kimi hesab olunur. Yəni Moldova həqiqətən deyirəm, tarixə önəm verən bir ölkədir. Gördüyünüz bu yer, onun qabağından yol keçir. Bura əsas prospektlərdən biridir, hansı ki adı Stefan Cel Mare prospekti deyilir. Burada bayramlarda, dövlət tədbirlərində burada çoxlu yürüyüşlər və mərasimlər keçirilir. Yəni ki, Moldovaya gəldinizsə, mütləq bura gəlməlisiniz. Bura Moldovanın ürəyidir, döyünən yeridir deyə bilərik də. Çünki əsas yer buradır Moldovada. Hətta görürsünüz nə qəşəng çiçək əkirlər, nə qəşəng. Hətta bu çiçəklərin yanından mən keçirəm, 2 dəfədir keçirəm. Çox gözəl qoxusu var. Mən bəyəndim buraları. Çox qəşəng dizayndadır, həm də tərtəmizdir hər yer görürsünüz. Bura həmin o Zəfər tağı idi. Əslində bunun içində saat olmalı idi. Baxın, oradan deyəsən sökülüb saat. Yoxdur saat. Amma məncə saat olmalı idi bunun içində. Mən biraz öncə 1840 dedim, amma burada 1846 yazılıb. Pamятник arxitektura Pobeda. Bu memarlıq baxımından klassik üslubdadır. Təxminən 13 metr hündürlüyü var. Deməli, arxamda Zəfər tağı var və hökumət binası var. Onun tam qarşısında belə bir saat qülləsi var və onun dalında Pravoslav katedralı var. Bunlar haqqında qısa məlumat sizə təqdim edəcəm. Bura Zəng qülləsidir. 1830-cu illərdə Kişinyovun baş katedralı ilə birlikdə inşa edilib. İkinci Dünya müharibəsi zamanı ciddi zədələnmiş, sonradan isə dağıdılmışdı. 1990-cı illərin əvvəlində Moldova müstəqilliyini qazandıqdan sonra yenidən inşa olunub. Qüllə həm dini, həm də milli mədəni simvol kimi qəbul olunur. Çox vaxt dövlət və dini bayramlarda burada zənglər çalınır. Deməli, bu Zəng qülləsinin arxasında baş katedralı var. Hansı ki 1830-cu ildə Rusiya imperiyası dövründə Odessa memarı Avram Melnikov tərəfindən inşa olunub. Sovet dövründə kilsə binaları dağıntıya məruz qalıb. Zəng qülləsi gördüyümüz tamamilə sökülüb. Katedral isə ambar və sərgi salonu kimi işlənib. Nə vaxt ki Moldova öz müstəqilliyini qazanıb 1990-cı ildə, sonra yenidən bura bərpa olunub. Nazirlər Kabinetinin, Zəfər tağının, Zəng qülləsinin və kilsənin yanında belə gözəl bir park var. Bu parkda əsasən rəssamlar və fotoqraflar olur. Hətta tez-tez küçə musiqiçilər də olur. Çünki bu ərazi yerli sakinlərin və turistlərin sevimli gəzinti yeridir. Mən dünən axşam bu katedralın içinə girmişdim. Şam yandırdım. Sadəcə olaraq içəridə video çəkmək və ya şəkil çəkmək icazə yoxdur. Ona görə içərini çəkə bilməyəcəm. Belə gözəl güvərçinlər var. Bura əsas prospektdir, hansı ki Stefan Cel Mare adlı bir prospektdir. Onun abidəsi isə burada ucaldılıb. Budur. Həmin şəxs budur. Prospekt onun adınadır. Və arxasında səhv etmirəmsə onun parkıdır. Stefanın parkı yerləşir. Stefan adına olan həmin park çox gözəldir. İnsanlar gəlir, oturur, kitab oxuyur, dincəlir.
Burada isə bu əsas yerdə heykəllər var. Bu tərəfdə də var. Digər istiqamətdə də var heykəllər. Bu da parkın yəqin əsas simvoludur. Yaxşı parkdır. Belə insan gəlib oturub biraz beynini toparlaya bilər dincəlmək üçün. Fontan. Bugün mən gələndə işləmirdi. Yəqin axşamlar işləyər. Dəqiq bilmirəm. Hal-hazırda Moldovanın Milli Tarixi Muzeyinə gedirəm. Yağış yağır. Gördüyünüz kimi yağışdan əziyyət çəkirəm bu dəqiqə. Amma Moldovaya gəzmək üçün gəlmişəm. Yağış da olsa, sel də olsa mütləq gəzməliyəm. Əslində çox böyük problem yaratmır. Çünki xırda-xırda yağır. Amma biraz yağır da. Biraz o çətinlik yaradır. Amma geri qalan hər şey yaxşıdır. Bura Moldovanın səhv etmirəmsə kitabxanasıdır. Milli kitabxanası. Hansı ki Milli Tarixi Muzeyinin qarşısında yerləşir. Hal-hazırda çatdım Tarixi Muzeyin yanına və onun qarşısında çox maraqlı bir səhnələr gördüm, şəkillər gördüm. Bunları da sizə göstərmək istəyirəm. Ukrayna haqqındadır. Həqiqətən bunları görəndə insan pis olur. Bizdə də müharibə oldu. Amma hal-hazırda Ukraynada olan vəziyyət çox pisdir. Çox. İnşallah Ukrayna qalib olar və öz ərazilərinə qavuşar, haqq yerini tapar. Burada Milli Tarixi Muzeyidir. Azdır bura gəlmişəm. Qiymətləri deyim. Standart bilet 50 leydi. Uşaqlar üçün 10 leydi. Təqribi tələbələr üçün isə tələbə kartları da üstlərində olmaq şərti ilə 20 leydi. Və burada yazıblar ki, noyabrla mart arası 10-17 işləyirlər, apreldən oktyabra da 10-18 işləyirlər. Hazırda içəri girirəm, gelim görüm içəridə nə var, sizinlə bölüşüm. Deməli, bilet 50 leydi, kassadan aşağıda alırsınız və sonra ikinci mərtəbəyə çıxıb, ikinci mərtəbədən etibarən gəzməyə başlayırsınız. Sonra daha sonra birinci mərtəbəyə düşürsünüz və podvalda da yerlər var, orada gedirsiniz.
Bu Moldovanın bayrağıdır və bayrağının üzərində deputatların imzaları var. İlk deputatların, hansı ki həmin deputatlar Moldovanın müstəqilliyinə səs verən deputatlar olub 1990-cı illərdə. Bu nədir belə? Rus dilində yazması yoxdur. Rus dilində yazılmayıb burada. Amma çox gözəl saxlayıblar həqiqətən. Qəzetə baxın. Samavar. Ümumiyyətlə Moldova tarixini saxlayan bir ölkədir. Dağıtmır. Neyse, muzeydən çıxdım. İndi bazara gedirəm. Yəni bilmirəm bu vaxt bazar qalar yoxsa qalmaz. Artıq saat burada 4-dür. Yenə də gedim baxım. Görüm varsa bazara girəm. Olmadı, Puşkin muzeyinə gedəcəm. Burada Puşkin muzeyi də var. Moldova çox köhnə bir yerdir. Hər yerdə köhnə şeylər. Əslində belə yaxşıdır da, düşünürəm. Yəni mədəniyyətinə, tarixinə sahib çıxan bir ölkədir. Amma yollar bərbaddır. Həm piyada üçün bu nə yol vardı, həm də maşın yolu. Burada muzeydir. İncəsənət muzeyidir, səhv eləməmsəm. Neysə, mən yolda yeməyə xoşlayıram. Belə bir şey aldım. Yolda yeyə gedirəm. Həm şəhəri gəzdirəm, həm yeyirəm. Ayaq üstü. Deməli, bazar tərəfə gəldim. Burada valyuta dəyişənlər çoxdur. Burada da dəyişə bilərsiniz valyutanı. Türk lirəsi götürən bəzi yerlər də var. Baxın, misal üçün burada Türk lirəsini götürürlər. Əslində burada yaxşıdır, 35 ilə dəyişirlər. Amma mən aeroportda 22 ilə dəyişmişdim. Burada da dəyişə bilərsiniz. Yəni ki, əgər yüksək məbləğ dəyişirsinizsə, az məbləğ dəyişirsə fərqi yoxdur. Nəhayət ki, bazarı tapdım. Bura bazardır. İndi içəri girək, görək nə var, nə yox. Çox yer bağlanıb üzrə. Daha mən bazarın bağlanma vaxtında gəlmişəm deyəsən.
Eybi yoxdur, əsas görüm necə yerdir. Bağlansa da olar. Görürsən, burada maqnitlər satırlar, maqnit Moldovaya aid. İnanmıram, amma yenə də baxın da, satsaydılar alardım. Mən bildiyim qədərilə bu bazarda Azərbaycanlı işləyənlər də var. Azərbaycanlıdırlar. Aslında Moldova yazılı sumkalar yaxşıdır. Əsas yerinə gəldik, meyvə yeri. Meyvə ala bilərəm. Evdə axşam yemək üçün. Neysə, hələ ki baxaq, sonra qərar verərəm. Qarğıdalı, ən sevdiyim. 60 qəpik. Zoğallar. Hələ ki mən belə maqnit satılan yer və ya belə Moldova torba yazılan, belə üstündə torba olsun, üstündə Moldova yazısı olsun. Belə bir yer axtarıram, amma inanmıram burada tapım. Yenə də baxıram. Burada produktlar da satırlar. Yəqin ucuz olar mağazaya baxanda, çünki baxıram cəmaət alır. Paraşok, nə bilim, yemək qidaları, misal kofelər, yəni hamı alır da. Yəqin ki, mağazaya nisbətən, marketlərə nisbətən daha ucuzdur, bilmirəm. Bazarın içi diskotekadır. Bazar deyəsən, bundan da qutarır, belə çıxışdır yəqin o tərəf. Yoxsa davam edir. Amma mən istədiyim şeyi tapa bilmədim. O tərəfə gedək baxaq. Görək ora çıxışdır. Çıxış olsa yenidən qayıdarıq. Burada bayraqlar satırlar. Nə gözəl, nə gözəl. Ucu çıxışdır, görürsünüz. Buradan şu bazardan çıxıram. Amma mən bazarın içi lazımdır. Əslində burada maqnit var. Buradan ala bilərəm. Amma hələ ki gedim baxım gəlim. Bəlkə daha başqa yerlərdə də var. Gecikmişəm. Amma Albaniyada satırdılar bazarın içində. Mən görmüşdüm, yəni orada belə suvenirlər falan var idi. Amma burada yoxdur. Niyə yoxdur görəsən, maraqlıdır. Bəlkə də var, artıq bağlanıb. Mən gecikmişəm, o da ola bilər. Amma əsas odur ki, Moldovanın bazarını da gördük. Bazar artıq köçür, mən yeni gəlirəm. Hamı gedir. Üzüm aldım. İçində tum yoxdur. Tumsuz üzümdür. Mən bu üzümləri daha çox sevirəm. Səhv eləmirəmsə kilosu 30 liraydı. Mən yarım kilo 600 qram aldım. 17 və ya 18 liraya ödədim. O da 1 manat 70 qəpik. Deməli bazarın yanında belə bir yer var. Düşünmürəm ki, avtovağzal olsun. Bəlkə kənd avtobusları gedən yerdir. Ola bilər kənd avtobusları buradan çıxır, bilmirəm. Səhv demiş ola bilərəm. Mən hələ də maqnit axtarıram. 2 dənə yerdə tapdım, amma bəyənmədim o maqnitləri. Hələ də axtarıram. Ümumiyyətlə, paltar qiymətləri çox bahadır, mən elə düşünürəm. Çünki qiymətlərinə baxdım, paltarlar bahadır. Yemək, içmək də ki, eyni qiymət ola bilər Azərbaycanla.
öz ölkəmizdə də belə qiymətlərdir. Yəni çox ucuz deyil, çox da baha deyil. Normal qiymətlər. Bazardan da çıxdım. İndi belə gəzə-gəzə gedirəm. Heç özüm də bilməm hara gedirəm, amma düz yolla gedirəm. Bazarda qiymətlər dediyim kimi normal idi. Böyük fərq yox idi. Ancaq meyvə, produkt, paltar, yəni belə bir şeylər satırdılar. Mənim əsas istədiklərimi tapa bilmədim. Mən maqnit istəyirəm. Bir də ki, Moldova üzərində yazılan bir sumka axtarıram. Hələ onu tapa bilməmişəm. Bazarda da tapmadım. İndi gedirəm. Gedim görüm başqa haralarda var. Gəzə-gəzə gedirəm. O binanın dizaynını çok beğendim. Olimpiyada ait bir şey. Burada yeni bina hələ ki görməmişəm. Hamısı köhnə binadır. Misal üçün bəlkə o yeni binadır, yeniyə oxşuyur o binalar. Amma geriyə qalanların çoxu köhnədir. Baxın köhnə, hamısı köhnə. Deyəsən Moldovada KFC yoxdur. Amma McDonald's görürəm ucu. Halaldır qıza. Bərk vurdu. Yolu keçək. Bu tərəfə gedirəm. Görürsən bu tərəfdə nə var? Getdik. Moldovanın bu gözəl dizaynlı binaları. Hə, bax orada yeni bir bina gördüm. Yeni bir tikilidir. Burada yeni tikili görmək biraz çətin məsələdir deyəsən. Hər yer köhnə tikili, köhnə. Əslində köhnəlik yaxşıdır. Çünki köhnə tikillər məncə daha sağlam olur yeni tikillərə nisbətən. Ona görə köhnə tikillər zəlzələ olarsa biraz necə deyim çətin uça bilər də. Çünki o vaxtın tikillərdir və bərk olub o vaxt tikilənlər. Kişinyovun hansı ərazisidir bilmirəm. Özüm üçün gəzirəm. Belə bir yerə gəldim. Bura haradır bilmirəm. Yəni ayağım hara mən ora gedirəm də. Yəni bilmirəm haradır. Ərazi olaraq bilmirəm. Sadəcə gedirəm. Deməli indi görün nə görəcəksiniz. Erməni bayrağı. Bura Ermənistanlara ait bir nədirsə ki, bura erməni bayrağı nə gəzir burada? Burada bir park var, ora gedirəm. Prosto o parkı tapa bilmirəm. Yəni belə gölün ətrafında olan bir parkdır. Hətta orada zipline da olması lazımdır. Elə eşitmişəm. Oranı axtarıram. Görəm tapa bilsəm ora gedəcəm. Deməli, axtardığım park budur. Park deməsək onlar meşəyə oxşuyur. Yəni bir yerkə, maşallah, hər yeri ağaçlıq. Çox sakit bir yerdir. Deməli, o parkın içində belə bir yer var, göl kimi.
Aslında mən yağışlı havada gəlmişəm. Bəlkə bura yağışsız havada falan gözəl bir yerdir. Əsasən qaçışırlar insanlar. Misal üçün idman eləyənlər var. Amma hava hal-hazırda çox pisdir deyən, bəlkə hava yaxşı olanda yaxşı bir görünər, gözəl görünər. Amma hal-hazırda hava çox bərbaddır. Mənim bəxtimdən ona görə çox az adam var. Bəziləri qaçır, idman edir. Bəziləri oturub, bəziləri də gəzir. Neyse, belə bir park idi. Yağış hədsiz çox yağır, yəni gəzmək olmur. Çox yerlərini gəzmək istərdim. Yekə böyük parkdır. Sadəcə hal-hazırda mənim gəldiyim vaxtda dəhşət yağış var. Amma insanlar yağışa baxmayaraq da gəzir. Bizdə olsalar, bizdə Azərbaycanda hamı bu dəqiqə evinə girmişdi. Amma burada gəzirlər. Çox gözəl bir atmosfera var. Deməli, heç bilmirəm bura haradır. Heç bir bilgim yoxdur, sıfır. Ayağım hara, mən ora gedirəm. Ümid edirəm bir düz yolu taparam. Hava qaralmamış düz yolu tapsam çox süper olar, yoxsa vəziyyət kritik olacaq. Nə qəribə yerlərdir. Görürsən, buralar nədir belə? Axır ki, düz yol tapdım. Və Moldova molun yanına çıxdım. Elə mən kakraz buranı istəyirdim. Yaxşı ki, gəldi, bura çıxdı elə. Moldova molun yanıdır. Bilirsiniz, girilən küçələr var, girilməyən küçələr var. Hər küçəyə girmək olmaz. Yəni, sonra itib batarsan, tanımadığın bir ölkə. Onun üçün bilmədiyiniz yollara getməyin. Mən şəxsən getmişəm, gedirəm gördüyünüz kimi. Məsləhət görmürəm, yəni itsəniz pis olacaq. Axırı pis olur. Ona görə hər zaman bildiyiniz yollardan gedin. İndi mən keçid axtarıram, yolun o birisi tərəfinə keçmək üçün getdik. Bura Moldova moldur. Hazırda ora gedirəm. Gedək görə içəridə nə var, nə yox. Təxmini saat 10-a kimi işləyir mən bilən qədərilə. İndi yolu keçib o üzə gedirəm. Mənim evim, qaldığım yer təxmini olaraq Moldova mol buradadır. Məndə də o tərəfdədir. Yəni çox uzaq da deyil. Orta məsafə var qaldığım yerə. Yaxındır mən qalan tərəfə Moldova mol. Deməli, həmin o Moldova molun yanındakı yeraltı keçidi adı İstanbuldur və burada İstanbula aid yerlər şəkli, onun haqqında məlumatlar yazılıb. Baxın. Türkləri ölkələrinə buraxmırlar, Galata Tower. Türkləri ölkələrinə buraxmırlar, amma Türkləri burada reklam edirlər. Nətər olur bu? Burada Moldova mol. Moldova molun ən yuxarısı yeməkxanada. KFC var imiş burada. Biraz öncə demişdim. Moldovada heç KFC görməmişəm, amma orada var KFC. Gördünüz, orada KFC var. Yəni KFC sevərlər, narahat olmayın. KFC Moldovada var. Moldova molun içində mövcuddur. İndi mən bir şeylər yeyəcəm. Gedim görüm nə yeyirəm. Sonra da bir şeylər içərəm. Belə. Bugün çox yoruldum. Çox gəzdim.
Gedim biraz oturum, yemek yiyeyim. Yemek yiyenden sonra biraz aşağını gezerəm. Deməli, Gürcüstana məxsus bir restoranda gəldim. Georgian restoran yazılmışdı. Xəngəl zakaz elədim, peynirli. Mən ətli yemirəm, çünki içində soğan olur deyən soğan yemirəm mən. Xəngəl elədim. Bir də İmireti xaçapurisi, hansı ki içində olur peynir. Ondan sifariş elədim. Bir də Gürcüstanın limonatını. Bir də onu gözləyirəm. Belə. Moldovaya gəlib Gürcüstan yeməyi yeməyin biraz qəribədir. Amma buranın hatta dizaynı da gözəldir. Qəşəngdir. Bəyəndim. Belə İmireti xaçapurisi sifariş etmişəm. Xəngəl idi, onu yemişəm artıq. Onu çəkə bilmədim. Belə Moldova Mall'un içində, yəni Gürcüstan restoranı var. Gəlsəniz, gələ bilərsiniz. Çox qəşəng dizayna malikdir. Burada belə maraqlı şeylər də var. Nə oldu belə? Yəni bildiyimiz ki, alış-veriş mərkəzidir. Fərqli bir şey yoxdur içində. Sadəcə mən hal-hazırda çox yorğunam və ona görə tez evə gedirəm. Bugün çox gəzdim. Və bugün o küçə qalmadı ki, mən girməyim. LSV2 də var burada. Bir gün gəlib baxaram, tam yaxşı. Hal-hazırda yorğunam, onun üçün gedim mən bugün. Bugünlük bu qədər. Bugünü burada bağlayıram. Sabah inşallah daha fərqli yerdə görüşənə dək. Sağ olun.